Sabahınız xeyir olsun əziz və dəyərli televiziya tamaşaçılarımız. Hər birinizi xoş gördük. Dəyişməz ünvanımızdan salamlayıram. Hər zaman olduğu kimi studiyada Xuraman Aydın qızı olacaq. Bugün də gözəl bir günə başlayırıq və inanıram ki, hər biriniz də bizim bugünkü proqramımızdan həmişə olduğu kimi zövq alacaqsınız. Odur ki, diqqətiniz bizdə olsun. Əlbəttə, artıq yaz fəslidir. Yaz fəslində də çoxlarımızın əhvalı yüksək olur. Çünki bilirik ki, təbiətlə vəhdədik. Təbiət oyananda insanda da bir yüksək əhval-ruhiyyə olur. Amma bəzən də depressiya düşür insanlar. Gəlin yüksək əhval-ruhiyyədə olaq, deyək, gülək, əylənək. Çünki günə başlamışıq. Günümüz uğurlu olsun və onu da deyim ki, studiyamıza məxsus olan nömrəmiz birazdan ekranda görəcəksiniz. Zəng vura bilərsiniz, hər hansı bir sözünüz varsa, yaxud da təbrik eşitmək istərsinizsə, bundan əlavə də WhatsApp nömrəmizə yazın. Və bir şey xahiş edirəm ki, WhatsApp nömrəsinə SMS yazın, yalnız zəng vurmayın. Proqram boyu baxıram ki, çoxları zəng vurur. İndi isə mən studiyamıza daha doğrusu çox dəyərli bir insan var. Həm kino rejissorda, həm aktyorumuzdur. Elçin müəllim, xoş gəlmişsiniz. Mikrofonu, sabahınız xeyir olsun, necəsiz? Sabahınız xeyir olsun, Xuraman xanım. Sizi görəndə adam necə olur? Mən hər dəfə deyirəm də bu sözü də. Mən də sizi görəndə elə oluram. O şairlərdən çox gözəl bir kəlam var. Deyir ki, cahan ki solmayan bir bağça bağdır. Burada rəvadır mı sevmədən ölmək? Yazıq o şəxsə ki, qara qabaqdır. Bəli. Nə gözəl yaraşır insana gülmək. Tamaşaçılarımızı salamlayıram. Ürəyiniz, üzünüz hər zaman gülsün, əziz tamaşaçılar, hamınızı salamlayıram. Bütün Azərbaycanı salamlayıram. Dünyada yaşayan Azərbaycanlılarımızı salamlayıram. Biz də sizi salamlayırıq. Elçin müəllim, sizə can sağlıq arzu edirik. Ömrünüz uzun olsun. Hər zaman sizin üzünüzdəki o təbəssümü biz də görək. Doğrudan da gülmək gözəl bir hissdir. Əsas o da deyək, gülək, əylənək. Bugün də studiyamızda çox dəyərli insanlarımız var. Onları da dəvət edəcək gözəl ifalar, poeziya söykənəcək və daha nələr, nələr. İndi isə mən istərdim studiyamıza dəvət edim. Həm qiraətçidir, həm aktyordur, gənc aktyordur. Əlağa Tapdıqlığını dəvət edirəm. Xoş gəlib, səfa gətirib. Çoxdan da görüşmürük Əlağa. Xoş gördük. Görürəm desən tədbirlərin çoxdur, hə? Sabahın xeyir. Mikrofon yandır. Təzdən. Hə. Bir də başlayaq. Xoşdur, buyur. Sabahınız xeyir olsun, Elçin müəllimi, sizi salamlayıram. Əlbəttə ki, səhərin bu çağında ekran qarşısında əyləşib bizi izləyən dəyərli tamaşaçılarımızı salamlayıram. Gününüz xeyirli, uğurlu, ruzili, bərəkətli olsun. Amin. Və inanıram ki, sizlə başladıqsa günə maraqlı olacaq, yaxşı olacaq. O mütləqdir, o mütləqdir. Çox sağ olun, təşəkkür edirəm. Əsas odur ki, həmişə gülək. İndi isə studiyamıza musiqili qonağımız gözəl səsi ilə hər zaman ürəkləri riqqətə gətirən sevimlimiz Respublikanın əməkdar artisti Təhmiraz müəllim Şirinov bugün bizimlədir. Xoş gəlmişsiniz Təhmiraz müəllim. Sabahınız xeyir olsun. Getdin, getmə həsrətimi getmə. Mən nə dedim küsüb getdin, getmə həsrətimi getmə. Ürəyimi üzüb getdin, getmə həsrətimi getmə. Ürəyimi üzüb getdin, getmə həsrətimi getmə. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Gəlişindən xəbərsizdim, gəlməsən səbirsiz. Gəlişindən xəbərsizdim, gəlməsən səbirsiz. İllər boyu səni gəzdim, getmə həsrətimi getmə. İllər boyu səni gəzdim, getmə həsrətimi getmə. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən
bilirsən ki, səndə gözüm var mənim. Könlümdəki dilin ağlar, getmə həsrətimi getmə. Könlümdəki dilin ağlar, getmə həsrətimi getmə. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Gəlişindən xəbərsizdim, gəlməsən səbirsizdim. Səni gəzdim, getmə həsrətimi getmə. İllər boyu səni gəzdim, getmə həsrətimi getmə. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Getmə, getmə, sənə sözüm var mənim, bilirsən ki, səndə gözüm var mənim. Çox gözəl sözləri var ha, getmə, getmə. Bəli, sənə sözüm var mənim. Bilirsən ki, səndə gözüm var mənim. Bəli. Xuraman xanım, çox sağ ol. Sabahınız xeyir. Çoxdan da görüşmürük. Aha. Bir il bundan qabaq görüşdüyümüz illərdir. İllərimiz bir-birinə xoş gəlsin. Amin. Doğrudan da sən həmişə məni sevən bir insansan. Bir də ki, mən bu bizimlə ekran qarşısında oturub bizi dinləyən dinləyicilərimizə öz təşəkkürümüzü bildirək. Çünki xalq sevməsə sənətkarı, ona dağ bata bilməz. Xalq sənətkarı sevməlidir. Mən bugünkü gündə məni sevənlərə, məni istəyənlərə, sənət sevənlərə, hamısına öz xoş arzularımı bildirirəm. Deyirəm, sabahınız xeyir olsun, işləriniz uğurlu olsun, işləriniz həmişə bizə düşsün. Amin. Toylu bir saatlı günlərimiz bol olsun. Toylu bir saatlı günlərimiz bol. Biz o yaraşırıq, başqa ancaq bir gözəl insanlarla da gör kimlərlə bu günlərim məni Elçin müəllim xoş gəlibdir. Mənim ailəmin bir üzvü, çox sevdiyim bir oğlan, sənəti ilə sevilən bir insan. Çox ürəkdən bu sənətə elə vurulur. İşini bəli, aşiqidir işinin. Eşqin bugünkü sənətinin aşiqidir. Bəli, həqiqətən. Mən ona uğurlar arzulayıram. Onun haqqında nə qədər danışsaq, yenə azdır. Necə sənin haqqında danışıram ha. Onun haqqında da bir elə danışıram. Çox sağ olun. Xoş sözlər bizə şirin oldu da. Elə əyləş yanında. Görürəm o da belə narahatdır. Demək, əsas odur ki, xoş gəlmişsin bir daha. Və mən nə demək istərdim? Əzlərimiz zəng vurmayın. SMS-lərinizi bir-bir səsləndirəcəm. Nə danışırsınız orada? Çoxdandır görüşmürük. Mikrofonla zəhmət olmasa, hə? Təhmiraz Elə bilsin, mənim başım qarışıqdır. Gəncliyimizin sevdiyimiz müğənnilərindəndir. Yəni, indi şükür Allaha ki, çoxdan da görmürdüm. İndi onu görməyimə çox şad oldum və minnətdaram ki, belə gözəl insanlarla heç olmasa səhərimizi başlayırıq. Ay Xuraman, Bəli. Bir günə necə başlayırsan, bayaq qaqaşım demiş yenə, günə necə başlayırsansa, elə də bitirəcəksən inşallah. Bəli, elədim. Mən də Xuraman xanım təşəkkürümü bildirirəm. Təhmiraz müəllim bizim dəyərli sənətkarımızdır, xalqımızın sevimlisidir və belə sənətkardan mənim kimi bir gəncin ünvanına bu sözləri eşitmək doğrudan da mənim üçün qürur vericidir, şərəflidir. Təhmiraz müəllim də bizim ailəmizin bir əzizidir. Biz bir-birimizlə illərdə ailəvi dostuq, bir-birimizin ailəsinin evinin içi olmuşuq hər zaman. Çox gözəl. Siz bir-birinizi tərifləyin. Mən də sizi tərifləyim. Təbii ki, siz də bizim üçün çox dəyərlisiniz, çox əzizsiniz. Minnətdarıq ki, bu gözəl, xoş sabahda təbii ki, bizi dəvət etmişsiniz. Xuraman xanım, tərifi özü hədər yerə gəlmir. O tərifli adamı tərifləyirlər. Bəli. Çünki bu sənətdə ki, iz qoyublar, bu sənətdə can qoyublar,
hər sənətkar ola bilmir. Düzdür. Olur, sənəti olur. Ancaq görürsən ki, mənasız yerə gəlib çıxıb bura. Doğrudur, mən Buna sizə görə də razıyam. biz çalışmalıyıq Amma ki, insanları seçmək asandır. insanları seçmək, Haqq və nahaq var. haqq, nahaq var. Seçmək bu saat hal-hazırda şəxsən çətindir. Mənim üçün çətindir. Niyə siz ki Ona sənətkarsınız? görə ki, necə deyim, Baxış var da, Təminat müəllim, insanlar bir çoxdur. baxış var da, o baxır hansı baxışdan baxırsan Elə sən? baxma gözlərlə gözləyir. Məhəbbətin ilk sözünü gözləyir. Bəli, buyur Quran. Əsas odur ki, o niyyətin gözəl olsun. Niyyətin gözəl olanda göz dəymez, narahat olma. O baxışlar başqa cür olur. Bir daha xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Əlbəttə ki, mən sizin kimi dəyərli insanlarla həm söhbət olanda mənə xoşdur və bizi izləyən milyonlarla insanlara xoş olur. Mənim belə bir sualım var. Ümumiyyətlə, belə bir mövzu ətrafında istərdim söhbət edeyim. Tamaşaçılarımız da qoşula bilər və bizim WhatsApp nömrəmizdə yazın öz fikirlərinizi. İnsanı harda tanımaq olar? Başlayın. İnsanı o vaxtı tanımaq olar ki, ya yaxın yol gedəsən, gələsən, ya harasa bir səfərə çıxasan. Hə. Ən əsas o vaxtı insanı yaxşı tanımaq olur ki, bunun qabiliyyəti nəyə çatır, nə söz deyir, buna yol getmək olar, ya getmək olmaz. Bir də ki, Yəni yolda tanımaq olar yolda da? tanımaq olar, bəli. Mən Çox belə- gözəl. Ən əsas iş yoldur. Yolda. Bəzən Xurama xanım insanları biz təbii ki ən gözəl yolda tanıyırıq təbii ki, amma Bəlkə heç yol gedəsi olmadı, tanıya bilməyəsən. bəli, təbii ki bu el dilindən eşidilmiş El bir dili də, sözdür ki, hə, bəli, insanı deyir, insanı yolda tanıyırlar, Amma hə. bəzən biz o insanlarla təkcə dostluq yoluna da çıxırıq. Həyat yolları var. Təbii ki o yolları biz məcaziləşdirə də bilirik də Aha. və bəzən biz bu çıxdığımız yolda kimlənsə dostluq eləyirik, yoldaşlıq eləyirik. Bəzən kimdənsə bir zərbə ala bilirik, bəzən inanırıq, kiminsə səmimiyyətinə inanırıq. Əgər insanın bir səhvi ola bilər, biz onu bağışlaya bilərik. 2 səhvi ola bilər, üstündən keçə bilərik. Artıq üçüncüdə biz bağışlayırıqsa kimisə artıq o bizim özümüzdədir günah ki, deməli onda insan özünə dəyər vermir, özünə qiymət vermir. Əgər bir insan bir dəfə səhv edirsə, demək ondan o ikincini də gözlə. Deməli ikinci də olacaq. İnsanın mənə elə gəlir ki, artıq elə bir dövrə gəlib çıxmışıq ki, insanları elə birinci səhvindən uzaqlaşdırmaq lazımdır səhv eləyənləri. Yəni sədd saxlamaq lazımdır da Mütləq, insanlar mütləq, bəli, arasında. sərhəd olmalıdır. Çox Mən belə gözəl. Bizim dəyərlimiz Elçin müəllim nə düşünür? Bilirsiniz, ümumiyyətlə hər bir insan həyatı özü-özlüyündə böyük bir romandır, böyük bir hekayətdir. Yəni bunu kimsə çalışsa ki, kiminsə həyatını bilsin ya öyrənsin, mümkün deyil. Yəni bir ömür yetmir buna. İnsanlar özləri müxtəlifdir, kitablar müxtəlif olduğu kimi. Amma bəzən insan var, tanımadığın bir insan gəlir sənə doğmadan doğma olur. Bəli. Amma bəzən sənin ən yaxın bildiyin adam elə səndən uzaqlaşır ki, dəhşətli dərəcədə. Musa Yaqubun gözəl bir şeiri var. Bir bənd deyim ki, deyir, bəlkə gözləmirdik bu xoş görüşü. Yaman qəribədir dünyanın işi. Heç vaxt yollarında dayanmadığın, heç həndəvərində belə dolanmadığın birdən gəlib sənə nəşrin olur. Doğrudan elədir. Ömrün içindən ömür də olur. Gəl belə deyək, biz insanlara özümüzə qiymət veririksə, insanları da dəyərləndirə bilirik. Özümüzə qiymət, özümüzü dəyərləndirə bilmiriksə, insanları dəyərləndirə bilmərik. Doğrudur. Yəni bu həyatın qanunudur. Deyir, nə tökərsən aşına, O da çıxar qaşığına. O bayaq sual verdiniz, insanları harda tanımaq olar? İnsanları tanımaq olmaz, mümkün deyil. Düzdür. Yenə deyirəm, həyat çatmaz buna. Deyir, qardaşın necə adamdır, yol yoldaşı olmamışam. Bir yol yoldaşlığı ilə insan Tək ondan tanımaq bilinmir ki. Bilinmir. Bəzən özünü Vallahi yol bilinmir. yoldaşı olaraq elə göstərərəm ki, Bəli, deyiləsən bundan yoxdur. Ömrü boyu istəyərsən ki, ondan yol yoldaşı Bəli. olasan. Amma bir də görürsən ki, içindən elə bir işlər çıxır, içindən elə özünü xarakter elə bürüzə verir ki, düşünürsən, ilahi, illərlə tanıdığım adam bu nədir? Amma mən sizinlə razıyam. Bax, indi yox, hardasa bir neçə il bundan öncə, indi hal-hazırda o burada olmasa da, bizlə çalışan bir insan vardı. Getmişdi kollektiv gəzməyə və mən o insanı orada tanıdım. Halbuki mən onu elə tanımırdım, yəni onu başqa cür tanıyırdım, xanım idi. Və sonra orada onun davranışından, hərəkətindən bildim ki, sən demə bu belə bir insanmış. O, bəzən o ataların sözü yerinə düşdüyü anlarda olur ki, yəni insanı, yol yoldaşını Əlbəttə, atalar tanıya bu bilərsən. sözləri neçə illərdir sınaqdan keçib
bizim artıq gəlib bizə çatıb da. Yəni belə də anlar olur ki, bəzən tanıyırsan, sonra ona başlayırsan məsafə saxlamağa. Amma elə vaxtlar olur ki, yaxşı hərəkətlərini görürsən, sənə diqqətini görürsən, qayğısını görürsən, səni hamıdan qorumağını görəndə artıq deyirsən ki, bu bəzən deyirsən, əsl yoldaş ola bilərsən bizlə. Yolçuluğun var, belə sözlər deyirlər. Yoldaşlıq məsələsi ümumiyyətlə çox gözəl sözdür. Ümumiyyətlə, belə deyək də, insanın həyat yoldaşı olur, yol yoldaşı olur. İş yoldaşı olur. Adətən insanlar, belə deyək də, ailələr var ki, 40 il, 50 il yaşayırlar, sonra ayrılırlar. Bəli. Səbəb, xasiyyətimiz düz gəlmədi. Heç daxili var. 50 ildir və siz neyiniydiniz? Necə dözürdünüz bu 50 ilə? Yəni, bilirsiniz, yenə deyirəm, insan ömrü, mən dediyimdə qalıram ki, insanı tanımaq mümkündür. Doğrudur. İnsan Allahın yaratdığı möcüzədir. Düzdür. Allahın yaratdığı bir qeyri-adi bir sirdir. Planetləri tanımadığımız kimi, dərindən bilmədiyimiz kimi də insanları tanımaq qeyri-mümkündür. Gözləmədiyin bir məqamda özünü bir uza verə bilir. Bəli, gözləmədiyim məqamda, amma yenə də əgər sənin o 6-cı hissin güclüdürsə, o deyir 6-cı, yaradıcı insanlarda daha güclü. Dədemin yoru haqqı 6-cı hissdə köməli çalmır bəzən. Bəzən də, bəzən. Amma yox, bu məsələ, mən sizə özümdən danışım ki, proqramda bəzən olur ki, elə qonaqlarım olub ki, indi yox, haradasa bir 2 ay bundan öncə, inanın ki, mən heç vaxt proqramın bitməyini istəmədiyim anlar var ki, məsələn, sizin kimi insanlara söhbət edirəm, birdən efir rejissorumuz deyir ki, artıq yekunlaşırıq. Deyirəm, biz biraz da uzatsaydıq, yəni danışığımız o qədər maraqlı olur. Amma bir dəfə heç vaxt yadıma çıxmır, o qədər o insandan negativ enerji alırdım ki, bütün saatlara baxırdım. İstəyirdim, orada sağda baxırdım, burada sağda baxırdım, uşaqlardan sağda soruşurdum ki, yəni veriliş bitsin, o insandan mən o qədər ağır enerji alırdım ki, hiss edirdim ki, özüm də artıq yox kimiyəm. Yəni olur elə bir şeylər, amma... Əslində qalanda mən çox üzr istəyirəm, elə insanlar, üzr istəyirəm mən balam. Elə insanlara vampir deyirlər də, o enerjini soğudan sənin enerjini alır və sən tükənirsən. Alır və sən yavaş-yavaş hiss eləyirsən ki, ya baş ağrı tutacaq, tutur, ya özlü fikirləşirsən ki, ilahi, bu vaxtı necə bitirim, bu insanla necə əl çəkim. Amma o zəli kimi yapışır, səndə olan enerjini, bütün müsbət enerjini çəkib, mənfi enerjini. Bəli, doğrudur. Elə insanlara vampir deyirlər. Var və indinin özündə də var, həyatımızda. Hər addım başda rast gələ bilirik. Doğrudur. Olar mən əlavə eləyim, Xuraman xanım. Demək, bəzən də elə insanlar da olur ki, Elçin müəllim söylədi. Bilirsiniz, insan olur ki, danışır. Siz deyirsiniz, ağır enerji alıram. Amma insan da olur ki, qulaq asırsan ona, sadəcə olaraq qulaq asmaq məcburiyyətindəsən. Baxıram ki... Yəni fikrin başqa yerdədir də. Fikrin başqa yerdədir. Ümumiyyətlə o insanın danışığı maraqlı deyil. Baxırsan ki, danışığının 90%-i yalandır. Deyirəm ki, danış da. Onun yalan danışmağı mənim üçün elə də önəmli deyil. Mənim üçün, mənim məyus olduğum odur ki, daha mən ona inanmayacağam. Daha ona inanmayacağım məni məyus edir. Bir şey deyim də, orası düzdür. İndi insanlar o qədər, kim ki deyir mən yalan danışmıram, o elə özü yalan danışır. Hər birimiz yalan danışırıq. O sözsüz elədir. Amma baxır necə yalan. Baxın, məsələn, elə bir, yalanın şirini olmur. O da bir sözdə deyilər, yalanın şirini. O da söz. Gözəl don gezdiriblər, şirin yalan yoxdur. Xilas etmək istəyirsənsə, yalanı bu məqsədlə istifadə edirsənsə, bəli. Kiminsə ağır xəstəlikdən əziyyət çəkirsə, həkim ona deyir ki, valla indiki həkimlərdə o yoxdur. Mənim anam top kimi anam, belə sağlam, gümrah anam apardım həkimə. Salamlayırıq, Allah can sağlığı versin. Həkimin bir sözü ilə anam səhəri insult oldu ki, dedi, 80 yaşın vardı, bu insan bax ölüb gedəcəksən, qoy elə o xəstəlik səndən gedəcək və anam səhərsi günü komaya düşdü. Yəni həkimlər var ki, birbaşa deyir ki, sən son günlərin var, o da yox. Amma əvvəl elə deyildi. Əvvəllər insanla danışırlar, böyüklərlə danışırlar. Sən bura niyə gəlmirsən? Sağlam adamsan, bu nədir? Nə xəstəlik, nə filan. Adam onun yanına çıxanda xəstə insan da bə. Yadından çıxır ki, xəstəyəm. Belə baxanda, Xuraman xanım, İnam özü ən böyük əlacdır, ən böyük dərmandır. Bəli, ən böyük məlhəmdir. Bəzən deyirlər ki, mən filan yerdən nəsə umdum, oldu. Yəni, o inandığına görədir. Vallah, billah, inandığına görədir. Əgər nəyəsə ürəkdən, sidq ürəkdən inanırsan da, o mütləq olacaq. Düzdür. Bir də ki, həkimlərin deməyi ilə, zadı ilə döyür. Həkim dedisə,
Bu insanlarda o mənəvi qidanı, mənəvi ruhu öldürdüyünə görə insan pessimizmə Bəli. gedir. Bir də ki, Elçin müəllim, biz necədir? Mən ümidlə gəlirəm sənin yanına. Xəstə ümidlə gəlir Bəli, həkimin yanına və həkimdən nə gözləyir? Xoş sözlər. Heç nə yoxdur, yaxşı olasın. Çünki o qədər həssas olur xəstə insanlar, o qədər həssas olur. Hər şey onların xətrinədir. Və sən birdən-birə onun qurduğu bir xəyal dünyasını paramparça edirsən. Tam Dağıdırsan oran ki, bu gün sabah ölüb gedəcəksən də, qoy bu xəstəlik səndən nə qədər gedir, getsin. Belə çıxır ki, sən ömrü vaz qalır və bu səndən ömür boyu gedəcək. Biz necə insana bir o söz var ki, insana məlhəmdir. Bir sözlə şəfa tapa bilərsən və baxır onu kim deyir? Sevdiyin insan mı deyir, sənə dəyərli insan mı deyir, yoxsa yad bir insan, tanınmadığın bir insan, hə? Mən çox söz danışmaq istəmirəm. Niyə? Ona görə ki, indiyə kimi danışmışam da. Yeniden sonrasında nəyə danışmalıyım? Təmröz müəllim, O qədər bu insanlar... fikrinlə razı deyirəm. Öz ömrünüz boyu danışırıq Yox, da. danışmaq yaxşı şeydir. Bilsən, Məqamı gələndə neçə danış. illərdir ki, bu sənətdəyəm. 53 ildir mən bu sənətin yolçusuyam. Bu sənətdə o qədər insanlarla rastlaşmışam ki, məni sevənlərlə çox rastlaşmışam. Bugünkü gündə mən gedirəm məclisə bir yarım saat. Baxı görürəm ki, tamaşaçı, xalqı, həmişə mən xalqıma öz xeyir dualarımı vermişəm. Onlar da mənə öz xeyir dualarını verirlər. O xeyir dua mənim yaşayışıma böyük bir inkişaf verir. Bəli. Mən sizə gedirəm, oxudum, çıxdım, dalımca çıxırlar. Mənə xeyir dualar verirlər. Deyirəm, çox sağ olun. Siz də xeyir dua verirsiniz də toyda. Mən nə deyirəm ki? Aha. Bəs mən onundan danışıram ki, bugünkü səninlə oturmuşam, danışıram. Sən gör, nə qədər Allah valideynlər və rəhmət eləsin atıva. Biz sənətkar olmuşuq. Biz birimizlə oturmuşuq, çay içmişik, çörək yemişik. Şaxlığımda O yadımda. insanları mən görmüşəm. Mən dönərlərin bir məclisdeydim, buradan yenə təbrik edirəm. İlham qardaşımızın anasının 75 yaşı tamam olurdu. Sən mənə zəng vuranda mən oradan gəlirdim. Nə gözəl. Mən baxıb görürəm ki, o günlərim, dünənlərim orada nə qədər musiqiçilər vardı. Misal üçün, mən dedim İlham, mən tez gedəcəm. Mən gedirəm, Babək oradaydı, o birisi oradaydı. Yəni ki, tanışlar oradaydı. Xuraman xanım, sizin də dəyərli həmkarınız İlham Mirzəyevdən söhbət gedir. İlham dəyərli Mirzəyev aparıcımız. yoxdur, sənətkar. Bəli, bizim dəyərli aparıcımız, salam. Anasını Allahdan sağlığı versin, ömür uzun olsun. Dedim, mənə söz tez ver. Mən, əgər söz verəcəksənsə ver, işimi görüb çıxıb gedim. Mənə soruşdu ki, bəs fonoqram mənə vermirsən? Dedim, mən fonoqram mənə Mən canlı ifa edəcəm. Mən canlı oxuyuram. Aha. Durdum, başladım, söz verdilər, oxudum. Mən oxuyanlar sözlə, inan ki, cəmaat ayaq üstündə durub, mənə alqışlayırdı musiqiçilər. İlham da tez-tez mənim yaşımı deyir. Deyirəm, mənim yaşımın niyə bu cəmaata deyirsən? Sən mənim oxumağımı deyirəm də. Necə sözdür? Yəni, dediyim odur ki, bayaq da qeyd edirəm, xalq bizi xalq yaşadıb. Xalq bizə təsəlli verib. Xalq bizə sənət verib. Bəli. Misal bir yerə gedirdim, gəlirlər ki, filan qəzəli oxu Bakı kətlərində. Baxırdım ki, baxın, mən bu qəzəli bilmirəm. Məcbur idim, gələn dəfə o qəzəli oxumağa. İndi mənə deyirlər ki, əşi, yeni mahnılar oxu, yeni qəzəllər örgən oxu. Deyirəm, qəzəli harada oxuyum? İndi məclislərimizdə qəzəllər var, qəzəl oxuyan var. Amma o mahnı ilə yola gedir, ona görə də sənət getdikcə ucuzlaşır. Mən istəmərəm ki, bizim sənətimiz ucuzlasın. Yenə necə danışıram, yenə xalqımıza borcluyuq. Yaxşı insanlar da var, yaxşı yoldaşlığı da var, hər şey var. Sənətkarı saxlayan xalqdır. Bəli, Biz də sevgi, həmişə xalqın onlara sevgisi. Sənətkarın da yaşı olmur da, Təmrəz. Sənətkarın da yaşı olmur. Sənətin ümumiyyətlə, o ifaçılar ki var, bəzən deyirik, səsim qocalıb, mən amma o sözlə də razı deyiləm. Yəni, səsi qorusan, qocalmır da. Yox, səs elə... Səsi yormasan, səs qocalmır. Bəli, Təmrəz müəllim şəxsən bu sözünüzə sizin canlı nümunədir. Yəni, ona görə deyirəm də, yaş da olsa. Öz səsi hər zaman yerindədir, elə hər zaman da yaşasın, yaratsın. Mən sən yerində olsam, Təmrəz müəllimlə prodüser olaram. Onun bütün xarakteri bilir. Bəli, bəli, çünki mənim uşaqlığım Təmrəz müəllimin yanında Bilirəm. keçib. Bəli, Təmrəz müəllim çox gözəl tanır. Bizə prodüserlər lazımdır. Niyə? Lazım deyil. Lazımdır. Lazımdır. Gərək o prodüser mənim üçün iş görsün ki, iş Yəni, toy tapsın, tutsun da, eləsin. onu deyir. Toy Əli tutsun bazar. ki, Onu şərvət eləyirəm. şərkinə işləyək də. Hə də, bəs bitti. Olan da Baxır, dəvət eləyirəm də baxır, Təmrəz müəllim. eləyirsən də, oradan bir şey çıxarda bilmir yaxı. Toydan toy tutmaq Nə lazım. var, Nə Allah olmasa bərəkət olar. versin.
Xalq Çox sevgisi gözəl. səhət. SMS-lərimiz var, keçək reklamlarımızın vaxtıdır. Hə, indi isə reklamlarımızın vaxtı zamanıdır. Reklamdan sonra buradayıq, diqqətiniz bizdə olsun.
Gör heç Keçəli bu xanım. musiqi yaddan çıxar. Xeyr, heç vaxt. Oktay Kazemi, Cabir Novruz. Ayrılıq olmayaydı. Olmayaydı. Kaş Bəli, olmasın. Olmasın. Bəli. Ümumiyyətlə ayrılıq sözünü sevmirəm. Mən də sevmirəm. Heç sevmirəm. Kaş Bayaq- o yazılmazdı. Bayaq sən bir söz dedin Leksikonumuzda. ki, mən necə yaşamazsa yoxsa ki, Necə? nəsə söz dedin, bir şey. İndi Hə. yazılmazdı kaş o sözdə, o ayrılıq sözü. Leksikonumuzda Ha, olmazdı. Ondan Sevmirəm o qabaq da sözü. Mənim bir mahnım var, oxuyuram. Bir daha görməyəcəksən, sən məni görməyəcəksən. Ha, nəysə sonra özümüzə fikirləşdim ki, bu mahnı ağır mahnıdır da. Gərək bu sözü deməyəydim mən. Tas demişəm də şair yazıb. Demişsiniz də şair yazıb, siz də demisiniz. Biz də demişik. Əsas odur ki, həmişə bir Yaşayaq. olun. Raya xanımı salamlayıram. Çox sağ ol, Allah ona təşəkkür can sağlığı edirəm. versin, ömrü uzun Mən də olsun. sizi salamlayıram. Təhmiraz müəllimi yəqin ki, kaş səni görməyədim yazım, ona görə ildə bir dəfə görür də səni. Onu oxumasın. O mənə tez-tez demir, gələr. heç müəllim, o başqa adama deyir. O bilir. Görmək istəmədiyi adamlar var da, elə hamını görmək istəmir. Var. Ha? Yox, bir daha sən məni görməyəcəksən. Hə, səni Yəni görməyək. sevgi mənasındadır bu mahnı. Aha. Ki oxuyanda görürəm deyirəm ki, yəni sən məni sevmisənsə bir daha görməyəcəksən. Ayrılmısan məndən. Yəni o mənada yazılıb bu söz. Amma bir söz deyim Təhməz Deyim. müəllim. Bu mənim Elə- öz elə de fikrimdir. ki, hə. İnsanlar o ayrılıq sözü var. Məsələn, bir-birini istəyirlər, uzun müddət yəni görüşürlər, danışırlar. O xatirələr ki var ha. Deyirəm mən səni sildim. İnan yalan sözdür. İnsanın beynindən, ruhundan o heç vaxt silinmir. Telefondan da silə bilərsən, sosial şəbəkədən də ata bilərsən də bloka. İndi Bəli, indi bəli. dəbdir də əvvəllər elə deyil, axı ayrılanda başqa cür ayrılırdın. O xatirələr ki var, o xatirələri silirdin. Amma indi elə deyil. İndi artıq görsən sosial paylaşımlar olur ki, bir yerdə əl-ələ tuturlar, nə bilim gəzintilərini paylaşırlar. Onlar xatirədir, onlar beyinə silinməyəcək. Ona görə deyirəm ki, ya sev, axıra qədər yanında ol, ya da ki sevmə. Sevməmək İnsanın mümkün hisslərindən deyil. oynamaq olmaz. Yox, sevməmək də mümkün deyil. Mümkün deyil də, bəli, yaşayırıqsa Ha, yox, sevməliyik. sevməsən yaşaya bilməzsən. Düz sözdə. Mən belə fikirləşirəm. İndi isə nə edirik? Əli Ha, şair. Vahid Çaylı bizə SMS yazıb. Salamlayır. Təhmiraz müəllim, sizlə bərabər bir şeiri Çox də sağ var. olasın. Əli müəllim Vahid Çaylı onkoloji xəstəlikdən əziyyət çəkir. Mən efir vasitəsilə onu salamlayıram. Hər zaman mütəmadi olaraq hal əhval tuturam. Allahdan şəfa diləyirəm. Sonuncu kimyoterapiyanı desən qəbul edir. Allah sizə can sağlığı versin və inşallah proqramımızda sizi gözləyirəm. Türkiyədən SMS-imiz var. Hər vaxtınız xeyir olsun, dəyərli Xuraman xanım. Əfəndim, gününüz uğurlu olsun. Qonaqlarınıza Təhmiraz müəllimə, Elçin bəyə və gənc qardaşımıza bahalı salamlar ünvanlayıram. Necə olur o bahalı salamlar? Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Yine bura bahalı. Evet. Təhmiraz bəy mənim toyumu oxuyub. Ay nə gözəl, maşallah. Heç dəyişməyib. Elçin əfəndi, siz bu ulusun sənət eşqinə ən qədim din olan eşqlə xidmət etdiyiniz üçün sevgini qazanırsınız. Gənc qardaşıma da eyni eşq arzu edirəm. Xuraman xanım, sizin sənət sevginizin Təşəkkür edirik. tövbəsi olmur. Başarılar dilərəm, sevgi və saygılarla Xaqani Abbasəli Öztürk. Xaqani Öztürk. Çox sağ olun, əzizim, var olasınız. Gözəl sözlərinizə görə çox dəyərlisiniz. Mən söz vermişəm. İnşallah Azərbaycana gələndə proqramda sizi görmək arzusuyla. Deməli, bizə Moskvadan SMS yazıblar. Anlamadım, qar yağır orada yazıblar. Hə, sabahınız xeyir olsun. Hə, şənbə günü orada hava soyuq olacaq. Çox gözəl, təşəkkür edirəm. Allah sizi qorusun deyirəm. Salam Xuraman xanım, sizi qonaqları Cəllabaddan salamlayırıq. Cəllabaddan Elsəvər Həsənov yazdı. Minnətdaram sizə. Təyyar bəy bizi salamlayır. Sabahınız xeyir olsun. Bizim dəyərli ifaçımız, xanəndəmiz. Minnətdaram sizə, Allah sizi qorusun. Salam Xuraman xanım. Əliağanın ən böyük fanatıyam. Xahiş edirəm canlı oxusun. Nə oxusun? Canlı oxu. Mahnı da oxuyursan. Şeir deməsi. Heç olmasa, mən deyirəm, baxı, Firuzə xanımla dəvət edərsiniz. Firuzə xanım kimdir, Firuzə tanımadım. xanım mənim tələbə yoldaşım. Tələbə yoldaşı. Bizim istedadlı qiraətçimiz. Daşkənddən bizi yazırlar, çox sağ olsunlar. Assalamu aleyküm, necə yazmış elə də oxuyacam. Allah sizdən razı olsun. İnşallah Azərbaycanın gözəl xanımı, Xuraman xanım, sizə sağlam, can sağlığı, uzun ömür arzu edir. Oktay Özbəkistandan yazırlar. Çox sağ olun, gözəl Oktay müəllim. Minnətdaram, mən də sizə, ailənizə, evlatlarınıza can sağlığı arzu edirəm.
Kəmal bəy bizi izləyir, onu salamlayıram. Uzun ömür, can sağlıq arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm sizə. Hə, minnətdaram sizə. Xoş sözləriniz çoxdur və Allah hər kəsi qorusun, minnətdaram. İndi isə bir gözəl şeir eşidəyik sizdən. Çoxdan da şeirlərinizi eşitmirik. Aha. Ramiz Rövşəndən deyəcəm. Deyin, mənim çox sevdiyim şairdir. Kişilər biri olmur atan balası. Qorxağı var, igidi var. Amma bu dünyada hər kişinin öləndən sonra bir qara paltarlı, gözəl bir xanıma ümidi var. Sən olanda kim olacaq gözlərini bağlayan? Qardaş mı olacaq, yad mı olacaq? Bəlkə bu dünyada səni ən çox ağlayan, ən çox ağlatdığın qadın olacaq. Göz yaşları yuduqca başdaşını, qəlbində qurcalanıb deyəcəksən. İlahi, illər boyu ağlatdığım bu qadın görən necə saxlayıb bu qədər göz yaşını? Nə telini oxşamışam, nə gözünü silmişəm. İndi gözlərimə batır tellərinin hər dəni. Axı illər boyu bu qadına mən dərd vermişəm. İndi görən niyə çəkir dərdimi? Bu qadın qəbrimi qucaqlamaqdansa məni döysə yaxşıdır. Göz yaşını axıdıb tökməkdənsə məni söysə yaxşıdır. Yeri qara paltarlı qadın. Kiri qara paltarlı qadın. Bu qəbirdə min qəbirdən biridir. Bütün mənə ağlayanlar kiridir, sən də kiri. Qəbrim damır, ağlama. Qəbrim damır, ağlama. Əlaqa keç. Nüsrət Kəsəmənli yaradıcılığına nəzər salacağam. Bizi görüşdürüb nigaran yollar. Yollar ürək kimi boşalar, dolar. Allahın işini nə bilmək olar? Bəlkə bu təsadüf məhəbbət oldu. Bəlkə Tanrı payım, könül ruzumsan. Bəlkə də Tanrıya çatan sözümsən. Bəlkə də sən mənim alın yazımsan. Bəlkə bu təsadüf məhəbbət oldu. Ürəyim az qalır sinəmdə uça. Həmdəm aramışam ömür boyunca. Qoy bir də üzünə baxım doyunca. Bəlkə bu təsadüf məhəbbət oldu. Yaranan ülfəti sən kəsmə hələ. Taley qismətindən sən küsmə hələ. Əlvida deməyə tələsmə hələ. Bəlkə bu təsadüf məhəbbət oldu. Ötəri tanışdıq bir adət deyil. Elə hər sevgi də səadət deyil. Bəlkə bu təsadüf məhəbbət oldu. Bəlkə bu təsadüf məhəbbət oldu. Çox sağ olun. Təşəkkür edirəm. Təşəkkürlər. Bu yerdə deyirəm bir də mən də şeir deyim. Akşin qardaşımız bizə yazıb yardımlıdan və onun yazmış olduğu şeiri mən də istədim. Səsləndirəm. Gecəni yatmayıb düşündüm ancaq. İnsan da insana zülm edərmi? Sevirəm söyləyib, amma sonunda həyatda tək qoyub çıxıb gedərmi? Bir dəfə yanında olmağım üçün günümü, ayımı, ilimi verdim. Bir gecə Əzrail qonaq gəlmişdi. Mən özüm uzadıb əlimi verdim. Bir zaman yanında olacam dedin. İndi ölməyim üçün çalışıram mən. Sənin ilə danışmaq istədim, amma tək qalıb özümlə
danışıram mən. Bir dəfə rüyada görmüşdüm səni. Evlənib, toy qurub, xoşbəxt olmuşduq. Sevincdən gözümdən yaş tökülürdü. Bəlkə də onun üçün bədbəxt olmuşuq. Sən mənim ən böyük xəyalım idin. Gedərək xəyala yolu azmışam. Xəyalın əl çatmaz olduğun bilib, ölmüş xəyallara qərq olmuşam mən. Həyatda tək qoyub çıxıb gedərmi? Sevirəm söyləyib, amma sonunda məni tək qoyub gedənim. Çox gözəl bir şeirdir Akşin. Öz sevdiyi xanıma yazıb, Allah xoşbəxt eləsin, amma təəssüf ki, ayrılıblar. Allah xoşbəxt eləsin bütün gənclərimizə. İndi isə reklama bağlanırıq, daha sonra buradayıq. Həzlərimiz, proqramımız davam edir. Bir daha sabahınız xeyir olsun. Gününüz, ovqatınız gözəl olsun həmişə. Salam, sabahınız xeyir olsun. Mən də qonaqları salamlayıram. Çox gözəl bir sabahdır. Ay maşallah. Lənkərandan Əli bəy yazıb. Çox sağ olun, xoş sözlərinizə görə minnətdaram sizin hər birinizə. Bizim dəyərli aktyorlarımız. Bax, bugün mənim üçün bir sinə maraqlıdır. İndi çoxları aktyorlar, çox aktyorlar hansı yolla olur olsun, insanları istər tamaşada, istər səhnədə güldürürlərsə, yəni belə bu barədə deyirlər ki, məsələn, mən aktyoram. Yəni, bu cür baxırlar. İstədim fikirlərinizi alaq. Buyurun. Ekim mənim, buyurun. Birinci sizdən danışaq. Buyurun. Aha. Ataların gözəl bir sözü var. Uzaqdan baxana döyüş asan gələr məsələsidir. Hamı da elə bilir ki, aktyorluq asan peşədir. Amma mən tam səmimiyyətlə, tam məsuliyyətlə deyirəm ki, dünyanın bəlkə də ən çətin peşələrindən biridir aktyorluq. Yəni, bu iki dənə seriala çəkilir, hansısa sözsüz bir obraz buradan gəldi, bura keçir, səhər özünü elə aparır ki, elə bilir ki, xariqələr yaradır. Və keçmirsən də bir dənə. Yəni, indiki gənclərdə tez məşhurlaşmaq, tez tanınmaq azları var, xəstəliyi var. Bu aktyorluq bir mətbəxdir, böyük bir mətbəxdir. Bunun mətbəxin içində bişməlisən. Bunun istiyotu var, bunun duzu var. Bunun müxtəlif ədviyyatları var ki, aktyorluğa püxtələşməyinə çox kömək eləsin. Yoxsa elə gəlib bir dənə kurs keçir, 1 aylıq kurs, 2 aylıq kurs, mən özüm aktyoram deyir. Valla onda biz qalırıq, 35 illik səhnə fəaliyyətini qoyuram bir tərəfli, fikirləşirəm ki, onda mən 35 il nəyə xidmət eləmişəm? İndi özəl aktyorluq məktəbləri də ki, çoxalıb. Yəni, həddən artıq çoxdur, həddən artıq çoxdur. Yenə deyirəm, kim bu peşəyə, bu sahəyə gəlmək istəyirsə, bunun məsuliyyətini dərk eləməlidir. Sadəcə olaraq indi bir aktyorluq yox, bütün peşələrdə məsuliyyət hissi tam yoxdur demək olar ki. Heç kəs öz peşəsinin məsuliyyətini anlamır, dərk eləmir. Yəni, aktyor olmaq üçün aktyor da olmalısan da. Yox, belə deyək də, belə deyək. Biz necədir, Elçin müəllim, mən çox üzr istəyirəm, sözünüzü kəsirəm. Bax, bu gün aktyor deyəndə mən özüm də şahid olmuşam ki, insanlara elə gəlir ki, aktyorun işi televiziyada, səhnədə və yaxud teatrda çıxış etmək, güldürmək, bəzən də lağ edirlər, kiməsə tənələr edirlər. Yəni, bu, elə düşünək ki, aktyor belə olur da. Yəni, mən onu demək istəyirəm. Yox, yəni, o deyil, o tam fərqli bir şeydir. Sənət ömrü boyu, bütün tarix boyu, indi müəllim də məni təsdiq eləyər yəqin ki, sənətdə həmişə diletantlar olub da. Bəli. Bir vaxt keçəndən sonra, dövr keçəndən sonra bir də görürsən ki, o profesional olan peşəkar aktyorlar daha çox yadda qalır, nəinki bu diletantlar. Yəni, gündəliyi zəbt eləmək o demək deyil, bunlar tanınmış ya xalqın sevimli aktyorlarıdır. Bəli. Vallahi və billahi o demək deyil. Bugün varsan, sabah əgər sən o efir zamanından çıxsan, ümumiyyətlə yaddan çıxacaqsan, sən kim olmuşsan? Amma dahi aktyorlarımız heç efir də olmayıb o vaxtlar. Çox nadir hallarda. Amma
möhürlərini vurmuş şəxsiyyətlərimiz var, Öz aktyorlarımız var. obrazlarla, bəli. Bəli, Hətta obrazla. improvizyalar da olub bəzən. Söhbət O da bir odur. şirinlik qatır. O aydın məsələdir. Hər işdə Ən çox var. sevdiyim o improvizyalardır ki, hansı ki, İmprovizasiz aktyor Şirinlik belə deyək, qatır. boş qazandı. bəli, Yəni hər yerdə yox. Onun da yeri var. yeri var da, bəli. Bəli, yerində və Məqamında, məqamında deyilən bəli, bəli. improvizalar, Sözlər. olunan improvizyalar bəli, vacibdir. Və o da bir şirinlik qatır da ssenaridən çıxır, amma Əlbəttə. gözəllik qatır. Bax belə deyək də, ən məşhur tamaşalarımızdan biri Hicran tamaşası. Təmiraz müəllim də yəqin ki, Bəli. görüb bilir. O üçlü ümumiyyətlə orada tekstdən xəbərləri olmadı. Onlar tamam başdan ayağa improvizə ilə o tamaşanı oynayıblar. Özü də çox maraqlıdır ki, tamaşaçı onu hiss eləmir, amma bu tarixin Senarist, içində olduğumuza aha. görə, yəni bu teatrda işlədiyimə görə bilirəm ki, onların üçü də bir-birinə küsü Bəli, olurlar. danışmamışlar bir-birləri ilə. Amma səhnədə Səhnədə. tamaşaçı onu hiss eləmir axı. Aktyorluq budur, sənət budur mənim əzizim. Doğrudur. Amma indiki gənclərdən birinə deyinəm ki, sən görməyə gözü yoxdur, kimdənsə küsmüşəm, gəl indi bununla oyna. Ay oynadı ya. Ümumiyyətlə Elçin müəllim üzr istəyirəm, şəxsi münasibətləri səhnəyə gətirmək olmaz. Mən Tamam fərqli bir şey. istər Bəli. teatr səhnəsində olsun, tamaşa oynayanda öz partnyorumuzdan tərəf müqabilində, istər mən məsəl üçün aparıcısı olduğum konsert proqramlarında inanın küslü olduğum müğənnilər olub ki, bu gün də var Xurama xanım. Amma Niyə mən küsürsən? onları Sən indidən niyə küsülü olur da olmursan? arada küsüllük deyəndə Bax, bir inciklik söz deyim olur, mən sizə. Amma artıq yoxdur. Yox, bax bir söz deyirsən küsülü olduğum. Birinci, mən həyatda sevmədiyim şey küsülü olmaqdır. Çünki biz bugün varıq, sabah olmaya bilərik. Amma o ürəyimizdə bir yara qalır. Ya o insan Bəli, ürəyini bəli. yaralamaq, nə də özümü. Çünki mən bu sənətdə ömür boyu olmayacağam ki, zamanı gələndə mən gedəcəm, yerimə başqası Razıyam gələcək. sizlə. Və o insanla niyə mən qəlbinə deyim küsülü olum? Küsülü olmağıma görə deyirəm. 25 ildir televiziya sahəsində çalışıram. Heç bir istər nə aktyor olsun, nə müğənni olsun, nə aparıcı olsun. Heç bir insidentim olub, nə də küsül olmamışam. Bilirsiniz, çox Qəlbimə dəyənlər gözəldir. olub, olub bəzən olub ki, məsələn müğənni də proqrama gecikib, qəlbimə dəyib də. Yəni bu proqram mənim deyil axı, bu televiziyanındır. Milyonlarla insanlar səni gözür və sən səhlənkarlıq edib yatmırsan. O mənim qəlbimə dəyir. Mənə qarşı bir hörmətsizlik kimi başa düşürəm. İnciyirəm, amma küsmürəm. Xuraman xanım, mən sizə pislik edərəm Dedim ya. məsləhətim odur ki, küslü O olmayın. məsələ də elə ondan yaranır da. Yəni məsuliyyət Olmaz. bayaq dediyim anlayış Bəli, odur. Hər bir peşədə Məsuliyyət məsuliyyət olmaz. vacib amillərdən biridir. Bəli. Yəni ki, şəxsi münasibətləri heç vaxt səhnəyə gətirmirəm. Lap danışmasaq da belə mən onu o qədər gözəl, o qədər ürəklə səhnədə təqdim edirəm ki, tamaşaçı onu hiss eləmir. Və bu gün də mən Xurama xanım üzümü bizim öz həmyaşıdlarıma, məndən yaşca kiçik olan gənclərimizə də tutub deyirəm ki, hər bir gəncimizin keçdiyi bir təhsil yolu olmalıdır. Təhsil, ali təhsil mütləqdir. Mən bəzən deyirlər ki, mən deyəndə deyirlər ki, Əliağa dedi belə, amma mütləqdir ki, insanın bir təhsil yolu olmalıdır. Gəlin, Elçin müəllim bayaq çox gözəl vurğuladı ki, aktyor sənəti bugün ən çətin peşələrdəndir. İncəsənət Universitetinin qapısından içəri girməyənlər, bəli, asan deyə bilərlər. Bu sənətçilər deyirlər, nə var, getdi, atlanır, düşür. Amma gəlin o İncəsənət Universitetinin qapısından içəri girin, orada bizim tələbələrin bu sənətə yiyələnmək üçün hansı pillələrdən, nələrdən keçdiklərinin şahidi olacaqsınız, yəni görəcəksiniz. Ona görə də mütləq şəkildə təhsil almaq lazımdır. Mütləq şəkildə eyni zamanda da mənim kurs rəhbərimi salamlamaq istəyirəm. Bizim dəyərli sənətkarımız, Respublikamızın əməkdar artisti, milli Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissoru Nofel Vəliyevi salamlayıram. Bizim kurs rəhbərimizdir. Biz bu gün Yaxın ondan dostumdur. öyrənirik, hələ öyrənəcəyik də. Allah can sağlığı versin ki, bizim kimi neçə-neçə gəncləri bu səhnə üçün, bu sənət üçün yetişdirir. Bir sözlə deyim, əgər insan desə ki, mən hər şeyi bilirəm, o artıq insan bitmiş olur. Bəli. Yəni heç İnsan vaxt ömrü boyu öyrənir də. bəli, mütləqdir. Ondan sonra o deyir, təcrübə yaranır da. Bəzən deyirsən istedadına, yoxsa Yox, təcrübəni bəzən fitri güvənməlisən. istedadlar ola bilər ki, fitri istedadlar olur ki, məsələn, tarix boyu bizim öz sənətkarlarımızda da olublar. Məsələn, onlar institut görməyiblər, bir şey görməyib. Amma bütün ömürlərini teatrda keçiriblər. Bəli, elə də olur, Yəni o elə də olur. praktiki öyrənmək nəzəriyyədən daha üstündür belə baxanda. Amma nəzəriyyəni biləndə sən bilirsən ki, bu nəzəriyyəni mən nəyə tətbiq eləyəcəm. Allah O tam Allah. fərqli bir şeydir. Savadlı aktyor. Bəli, Yəni Savadlı aktyor olmaq bacarığına da, lazımdır. təcrübəsinə də güvənməlidir. Bəli, bəli. Mütləq. Hamısı bir yerdə. Savadla istedad 50-50-yə vəhdət Çox təşkil gözəl. etməlidir. Gəlin mikrofonu ötürək Təhmiraz müəllimə. Hə, Təhmiraz müəllim.
Necə məsləhətdir? İfanızdan davam edək. Biz aktyorluqda danışırıq, Bizdə də. sənətkarda onun. Hoş gelmişsen elime, nur saçırsan ömrüme. Hoş gelmişsen elime, nur saçırsan ömrüme. Şad oldum gelişine, şad oldum gelişine. Aziz balam Fatime, ceyran balam Fatime. Aziz balam Fatime, ceyran balam Fatime. Nazlı bakışlarınla senle yoldur Nazlı bakışlarınla senle yoldur heyranam gülüşüne. Aziz balam Fatime, heyranam gülüşüne. Aziz balam Fatime. Bildim ne bedadına ya, özüm koydum adına ya. Bildim ne bedadına ya, özüm koydum adına ya. Tanrı versin muradına, Tanrı versin muradına. Aziz balam Fatime, ceyran balam Fatime. Aziz balam Fatime, ceyran balam Fatime. Nazlı bakışlarım var, senle yoldur Nazlı bakışlarım var, senle yoldur heyranam gülüşüne. Aziz balam Fatime, heyranam gülüşüne. Aziz balam Fatime. Açılan her gün çeseye, hem şirin hem inceseye. Açılan her gün çeseye, hem şirin hem inceseye. Evimin sevinci sen, evimin sevinci sen. Aziz balam Fatime, ceyran balam Fatime. Aziz balam Fatime, ceyran balam Fatime. Nazlı bakışlarım var, senle yoldur
Geçmiş olsun Fatimələrə. Allah saxlasın. Allah canlarını sağ eləsin. Amin. Mahnı onların hər biri üçündür. Bu mahnının musiqisi də, sözləri də Saadət Təhmiraz qızı Sağ olsun, salamlayıram Səadət xanımı. Ara sıra danışırıq. Allah qorusun, uğurları bol olsun. Səadət xanım da çox ziyalı bir xanımdır. Mənim ona böyük bir hörmətim var. Eyni məktəbi bitirmişik də biz 24 Biz də nömrələrdə. salamlayırıq. Allah can sağlığı versin. İndi isə çox sağ olun, təşəkkür edirəm. Elçin müəllim, bax, bayaqdan biz aktyorlardan danışırıq. Əslində, aktyor olmaq istəyən gənclərə hansı tövsiyəniz var? Mikrofona zəhmət olmasa. Hansı tövsiyəmiz var? Aha. Hər Yəni şey- vaxt ötdükcə onsuz da kimin yaxşı, kimin pis aktyor Xuraman xanım, olduğu bəllidir. Belə bir şey deyim də. Hə. Vallahi hər şey göründüyü kimi deyil. Olmaq istəyən özünü, aktyor olmaq istəyən özünü gərgin iş rejiminə hazırlamalıdır. Uzun uzadı məşqlərə hazırlamalıdır. Mütaliə mütləqdir. Aktyorun belə deyək, indi oğlum məktəb institutda oxuyur deyə onlara keçirlər. Müşahidəli qabiliyyəti olmalıdır, mütləqdir. Hər hansı bir insan kimisə oynamalıdır, obraz oynamalıdır. O müşahidəli qabiliyyəti mütləq olmalıdır ki, sabah obraz canlandıranda tamaşaçını inandıra bilsin ki, mən bu obrazı oynayıram. Bilirsiniz, gənclərə bir məsləhətim var ki, əgər bu işə gəlmək istəyirsinizsə, birinci növbədə özünüzdə məsuliyyəti hiss eləyin və bu sənətə gəlin. Doğrudur. Yəni birinci məsuliyyətdir. Bəli. Elçin müəllim, bax bir çox məşhur filmlərdə oynamısınız. Sizin üçün yəni gözəl obrazlarınıza yadda qalmısınız. Ən unudulmayan hansı olub sizin üçün? Biraz belə deyə də şablon səslənsə də vallahi və billahi Xuraman xanım hər obraz üçün aktyor tər tökür. Orası aktyor düzdür, yaddaşını və belə deyə də anadan soruşu hansı valideyni balovu çox istəyirsən. Ya, bir balaca hansınız fərq olur. Belə deyim şablon Fərq deyəcəm. olur, fərq olur. Amma belə deyə də ən çox oynadığım polis rəisləri olub, bir də həkim olub. Aha. Həkim rollarını çox oynamışam. Vallahi indi özündə qonşularımız elə mənə həkim kimi tanıyırlar, elə bilirlər ki, həkiməm, prosta hansısa bir klinikada işləyirəm, demirəm. Güya ki, onlardan pul almamaq üçün demirəm mən klinikanın adını. Mən onları başa sala bilmirəm ki, mən aktör oynamışam. Və bir dəfə də bir obraz oynamışdım, bir adını deməyim qəsəbənin. Qəsəbələrin birində məni saxladılar ki, sən o adama qarşı niyə elə hərəkət elədin? Az qalmışdı məni vursunlar, döysünlər. Hətta Əslində belə. bu aktyorun xoşbəxtliyidir də, tamaşaçı onun Mənfi obrazdır, müsbət obrazdır, fərqi yoxdur. Tamaşaçını inandırıb. Yəni tamaşaçı əgər sən belə deyə də tamaşaçını öz arxonca apara bilərsənsə gəl bu sənətə. Bəli, bəli. Tamaşaçını inandıra bilərsənsə gəl bu sənətə. Yəni Əsas- gənclərə məsləhətim budur. Elçin müəllim çox gözəl vurğuladı ki, aktyorda ümumiyyətlə baxın bu universitetdə də belədir. Birinci kursdan tələbələrə müşahidə etmə, yəni bu tapşırıq, müşahidə, aktyor mütləq şəkildə müşahidə etməlidir və oynadığı obraza, yaratdığı obraza birinci növbədə özü inanmalıdır ki, tamaşaçını da inandıra bilsin. Bir də mən bir şey də demək istəyirəm, bəlkə də bəzən razı olmurlar. Ümumiyyətlə aktyor səhnəyə yaraşmalıdır. Aktyorun səhnə görkəmi də olmalıdır. Bəzən olur ki, səhnəni məsələn, tamamlamalıdır. vizual olaraq, biz kinolarda görmüşük də, vizual olaraq görünüş yaraşmasa da, insan, məsələn, səhnədə müğənni də, xanəndə də onlar başqa cür görsən, necə geyinirlər, tam həyat tərzləri başqa cür olur, ictimai yerlərdə xanəndələr özlərini tamam fərqli aparırlar, çünki onların sənətinə uyğundur, ağır yana. Amma aktyorlar hər obrazda olduğuna görə, məsələn, balaca boy aktyorlarda olur, məsələn, Təbii, quruluş təbii. olaraq fərqli də olur. Rejissor bunu obrazına Bəli. uyğun seçir də. Elədir, O elədir. bambaşqadır. İndi sən indi maşallah yaraşıqlısan deyə deyirsən elə mən fərqli də olur Amma da. vaxtilə bir şey də xatırladım ki, vaxtilə İncəsənət İnstitutuna boy əsas şərtlərdən biri idi. Hə. Yəni boyu 1.70-dən aşağı olanları aktyorluğa götürməzdi. Amma indi bugün axtarırlar ki, bir obraz üçün, maraqlı bir obraz üçün. Fərqli obrazlar. Yəni artıq həyat dəyişdikcə belə deyə də sənətə də yeniliklər gəlir. Hər bir şey olur. Mən hər dəfə bunu deyirəm, uşaqlar elə bilirlər ki, mən bəzən istəmirəm gəlsinlər bu sənətə. Vallahi ona görə deyil. Sadəcə olaraq bu həddən artıq çətin bir şeydir. Bəli. Aylarla, günlərlə ailə üzü görmürsən.
harasa gedirsən, qastrollardan Səfərlər çıxmış, olur. səfərlər bu, o. Bəzən bayram bilmirik, Heç istirahət bilmirik, Yəni əslində məşqlərdə. qalanda cəmaatın bayram günləri bizim iş günləri. Bizim məşqlərdə oluruq, tamaşalarda. Yəni Novruz bayramı günü biz tamaşa oynamışıq. Bəli, bəli. Yəni bu aktyorun bəlkə də xoşbəxtliyidir. İnsanlarda həmin o bayram əhval-ruhiyyəsi yaratmaq, insanlara xoş dəqiqələri bəxş eləmək. Bəzən insanlar olur, teatra gəlirlər, sanki böyük bir, belə deyək də, dünyanın yarısını gəzib çıxmış kimi özlərini hiss edirlər. Çünki səhnədə nəyisə görürlər, nəyisə əxs edirlər. Tamaşanın da, aktyorun da ən böyük işi tamaşaçıya nəyisə ötürməkdir. Bəli, bəli, ötürməkdir. Aha, icazənizlə reklamlarımızın vaxtıdır. Reklama keçək, daha sonra buradayıq. Diqqətiniz bizdə olsun. Əzlərimiz proqramımızı yavaş-yavaş yekunlaşdırırıq. Nəzərinizə çatdırım ki, bizim proqram bitəndən dərhal sonra faydası var proqramda izləyin. Canlı-canlı Hakan bəyin təqdimatında çox maraqlı bizim məsləhətlərimiz olacaq ki, bərabər izləyin hər biriniz. Siz də hər biriniz xoş gəlmişsiniz Elçin müəllim. Sözünüz var. Xuraman xanım, mən Bəli. bir təbrik eləmək istəyirəm, əgər mümkünsə. Buyur, buyur. Sabah canım ciyərim, qardaşım qızının ad günüdür, Aytən balamın ad günüdür. Təbrik edirik. Təbrik eləmək istəyirəm, 18 yaşı tamam olur. Maşallah. Allah bütün övladları qorusun. Bayaqları Təhmiraz müəllim o Fatma mahnısı ilə gözəl bir mahnı sürpriz Bir də elədi. Aytən oxusun. Hə, yox, Aytən fərqi yoxdur. Övladların adlarının fərqi var. Amma övlad övladdır. O Heç bir sözsüz fərqi əlbəttə yoxdur. ki. Allah bütün övladlarımızı, əminin balası, öpürəm səni, bağrıma basıram səni, ürəkdən təbrik eləyirəm. Böyük qız alasan. Amin. Biz də təbrik edirik Aytən balamızı. Allah xoşbəxt eləsin. Gənc qızımızı arzularına çatsın. Valideynlərinin, doğmalarının hər zaman fəxri olsun. Buyur. Mən də təşəkkür edirəm Xuraman xanım bir daha dəvətinizə görə minnətdaram. Var olasınız. Mən az öncə reklam arası baxdım ki, çox sayda insanlar hal-hazırda bizi izləyirlər, Sən hələ indi yazırlar. bilirsən bizi izləyirlər. Bəli, bəli. Bu gün təbii ki, Bizi həmişə izləyirlər. təbii ki, hal-hazırda yəni Aha. mənim vasitəmdən sizə salamlarını göndərən Sağ insanlar var. olsunlar. İzləyən hər kəsə təşəkkürümü bildirirəm. Var olsunlar ki, səhərin bu çağında əyləşib ekran qarşısında bizi izləyirlər. Bütün tamaşaçılarımıza minnətdaram və bu gün xoş oldu ki, dəyərli sənətkarımızla, iki dəyərli sənətkarla bərabər bu verilişdəyəm. Əlbəttə ki, mən bir daha sizə və televiziya rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, biz gənclərə və əlbəttə ki, sənətkarlara dəyər verirlər. Bizim Çox sağ olun. televiziyamız yarandığı gündən bu günə qədər o missiyanı davam edir. Hər zaman gənclərə, istedadlı insanlara dəstəkdir və qapımız belə açıqdır onların üzrə həmişə. Özü taybatay. Taybatay. Taybatay açın. Maşallah bunlar yaxşı danışırlar. Sən də oxuyursan da Mən də qulaq Təmraz asıram. müəllim. Aha. Mən də sizə öz təşəkkürümü bildirirəm. Bütün bax bu Dünya TV-nin bütün işçilərə, kamera arxasında dayananlara Allah can sağlığı versin. Bizim rejissorlarımıza. Sumqayıtın doğrudan da gözəl aparıcıları, gözəl rejissorları var. Hələ mən də onlara uğurlar arzulayıram. Xuraman xanım, o cümlədən sizə. Teşekkür Allah ederim. kömək olsun. Həmişə də qulluğunuzda hazıram. Bu gündən də əl yağı ilə mənim bir stolda oturmağıma səbəb olmuşsan. Əl yağı da bizim evin, ailənin bir üzüdür. Əl Xoşdur, yağını mən məncə. ona görə çox sevirəm ki, sənətini vurğunurdu bu adam. Bəli. Əl yağı sənə də, Elçin qardaşımıza da Allah kömək olsun ki, biz Təşəkkür bir yerdə edirik. görüşməliyik də. Bəli. Sənət adamı harda Hər zaman olmalı? Var xoş olun, günlərdə Səfircan, görüşürük. var olun. Minnətdarıq sizə. Allah sizə can sağlığı versin. Bizə şərəfdir sizlə bir Təşəkkür verilişdə edirəm, sağ olmaq. olun. Çox gözəl. Doğrudan da vaxt necə gəldi, necə getdi bilmirəm, amma bizim proqram bitəndən sonra Amma mənə elə gəlir ki, bugün vaxtı azaltmısınız. Ya yox. yox, qəti azaltmamış. Eyni vaxt. Vaxt tez gəldi. Aktyorun improvizasiyası olmalıdır da. Təşəkkür edirəm. Heç bilmirəm, Bizim cavan digər- ömrüm necə gəldi, necə getdi. Aha. Əfsus ki, yarım gecə gəldi, gecə getdi. Əsas Bu odur ki- veriliş də belə getdi. Yox, siz axırda şair olacaqsınız Təmraz müəllim. Mən deyirəm də şeyi də yazın da.
Əlaqa da oxuyan. Yaradıcı adam belə olmalıdır. Çox gözəl, təşəkkür edirəm. Əzizlərimiz, mən geyimə görə də Salina mağazamıza təşəkkür edirəm. Çox gözəl geyimlərimiz var. Onu da deyim ki, ekranda nömrəni görürsə, elə birbaşa mənim adımdan kim zəng vursa, hal-hazırda gözəl geyimlər, ayaqqabılar, çantalar, sport stilində geyimlər əldə edə bilərsiniz. Təşəkkür edirəm Salina mağazasında çalışan hər kəsə. Günü gözəl başladıq, gözəl də bitirdik və inanıram ki, gününüz xoş olacaq. Görüşmə ümidi ilə sizdən ayrılıram. Siz sağ, biz salamat və Təhmiraz müəllimin ifası ilə. Buyurun Təhmiraz müəllim. Ay canım canım sona, canım canım san sona. Ay canım canım sona, canım canım san sona. Ay canım canım sona, canım canım san sona. Ay canım canım sona, canım canım